Hər vaxtınız xeyirli olsun. Bu videonu yaratmaqda qarşıma böyük bir məqsəd qoymuşam. Bu məqsəd valideynlərə və gənclərə maddi cəhətdən daha təminatlı olmağın yollarını, əlavə xərclərin qarşısını almağı, ən əsası pulun qiymətini bilməyi vurğulamaqdır. Bunu mühazirə formasına salıb yazdım ki, yəni fikirlərim ardıcıllıqla gəlsin, nəysə yaddan çıxarmayaq. Bu heç kimin köçürmə deyil, heç bir dildən tərcümə deyil. Bu sırf mənim öz fikirlərimdir və özümə bir vətəndaş kimi borc bilirəm ki, fikirlərimi qədir bilən vətəndaşlarla bölüşüm. Bugün gənclər valideynlərinə bahalı telefonlar, brend paltarlar, müxtəlif bahalı aksesuarlar aldırır. Valideynlər də uşaqlarının gələcəkdə onları qınamasından çəkinərək, bəziləri isə elə-belə bu hədiyyələri edirlər. Yəni, bugün uşaq böyütmək, onun tələbatını tam ödəmək 50 il bundan əvvəlki ilə müqayisədə bəlkə də 500 dəfə daha çox məsrəfli bir işdir. Onun üçün də insanlar pulun dəyərini bilməli, xüsusən gənclər yaranan maddi imkanlarını başqa istiqamətə yönəldə bilməlidirlər. Wikipediyaya görə pul nədir? Pul müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Əslində isə pul nədir? Pul bizim zamanımız, yəni ömrümüz, enerjimiz və fərasətimizin məhsuludur. Bu üç birləşənin məhsuludur. Pul həyatdır. Yaşamaq üçün pul lazımdır. Daha yaxşı yaşamaq üçün daha çox böyük pullar lazımdır. Pul qazanmaq və zaman arasında bağ. Pul qazanmaq üçün insan müəyyən vaxt sərf etməlidir. Müəyyən bir zaman dilimində qazanıla biləcək stabil pulun miqdarı yenə də əldəki maddi imkanlara və fərasətə bağlıdır. Yəni, sıfır imkanlı, sağlam kişi bir gün sərf etməklə minimal əmək haqqı aldıqda ölkəmizdə bir günə 15 manat pul qazanır. Bir insan ömrünün bir gününü 15 manat olaraq götürək və bunu sıfır nöqtəsi olaraq qəbul edək. Bir insan ömrünün 50 iş ilindən, bunun da 600 aydan ibarət olduğunu qəbul etsək, minimal əmək haqqı səviyyəsində gəlir əldə edən, sıfır bacarıqlı, sıfır sərmayəli, tam sağlam Azərbaycan vətəndaşı bütün ömrü ərzində 240 min manat gəlir əldə edəcək. Bəs həqiqi gəlir burada nə qədər olacaq? Bu adam yemək yeyir, paltar geyinir, nəqliyyat, kommunal xərcləri var, kirayə qalırsa, evlidirsə, övladları da varsa, həqiqi gəlir çox aşağı olacaq. Bəlkə də sıfır olacaq, bəlkə də minusa çıxacaq. Yəni, bu insanın artırıb saxlaya biləcəyi və ya daşınmaz əmlak kimi aktivlərə cəlb edə biləcəyi, pul qoya biləcəyi heç bir imkan olmayacaq. Amma gəlirləri yaşayış minimumdan nə qədər çox olarsa, artan vəsaiti əlində maya dediyimiz kapitala çevirə bilər. Buradan belə nəticə çıxarırıq ki, zamanımızı baha satmağa çalışmalıyıq. Zaman çox qiymətlidir və bizə gəlir gətirmədən keçən zaman bizim imkanlarımızı zəiflədir. Vaxt elə bir məhfumdur ki, o yalnız ölülər üçün dayanıb. Sağ insan isə daimi enerji xərcləyir. Heç nə etmirsə belə, onun yemək ehtiyacı var. Demək ki, bugün ərzində işlətdiyimizdən daha çox qazanmamışıqsa, deməli ki, itirmişik. Nəticə olaraq biz pul xərclədiyimiz zaman özümüzün və ya o pulu bizə verən doğmalarımızın həyatının bir hissəsini xərcləyirik. Başqa maraqlı bir xüsus odur ki, daha çox pul qazanmış insan daha çox ömür yaşamış kimi sayılır. Deməli, bizim standartlara görə 50 il fasiləsiz işləyib minimal əmək haqqı alan insan 240 min manat qazandığı halda, eyni şərtlərdə 2 milyon 400 min, yəni eyni müddətdə 2 milyon 400 min qazanmış şəxs 10 dəfə daha çox yaşayıb, o 10 nəfərin ömrünü yaşayıb, o 500 il yaşayıb, maddi cəhətdən 10 dəfə daha qiymətlidir. O 10 dəfə daha çox özünə, ailəsinə, vətəninə xeyir verib. Yəni, vergi verməklədir. Demək ki, zamanımızı enerjimizə və fərasətimizlə birlikdə xərcləməliyik. Ya sən zamanı xərcləyəcəksən, ya zaman səni xərcləyəcək. Boşuna gedən zaman xərclənmiş, boş yerə xərclənmiş zamandır. Pul niyə enerjidir? Pulun enerji xüsusiyyəti bundan ibarətdir ki, hər hansı manatı qazanmaq üçün bütün insanlar zamanla yanaşı enerjilərini itirir. İstər fəhlə, kəndli, ovçu, alim, iş adamı, daş ustası, birja brokeri, fərqi yoxdur. Bunlar hamısı ya əqli ya da fiziki və ya hər ikisi bir yerdə olmaqla enerji xərcləyirlər. Buna texniki imkanlar da daxildir. Ağıllı texnologiyalar, böyük texnikalar kimi bunlar hamısı enerji sərf edir ki, bu enerjinin satışı nəticəsində insan pul qazansın. Bu sualın qarşılığında demək ki, insan bütün işlərində proksi enerjidən, yəni başqalarının enerjisindən istifadə etməyə yönəlməlidir. Başqaları termin altında digər insanlar, müasir texniki vasitələr, ağıllı texnologiyaları nəzərdə tuturam.
Bir insanın bir gün ərzində sərf edəcəyi enerji 3000 kalori və ya 12500 joule qədər olduğu halda 50 nəfər işçisi olan bundan 50 dəfə çox enerji sərf etmiş olur. Bunun üzərinə müxtəlif qurğuları, maşınları, müasir texnologiyalar gəldikdə isə demək ki, o insan milyonlarla joule enerjini pul qazanmağa yönəltmiş ola bilər. Anlaşılacağı kimi bu zamanda biz bilməliyik ki, pul sərf edərkən biz enerjimizi aldığımız məhsulla və ya xidmətlə dəyişirik. Pul fərasətdir. Pul sözünün altında mən insanlarda olan pul qazanmaya yönəlmiş müsbət və mənfi hünərlərini, istəklərini, bacarıqlarını, xüsusiyyətlərini birləşdirmişəm. İnsan dahi rəssam, dahi yazıcı, alim, musiqiçi, böyük müəllim, yaxşı proqramçı, dahi həkim, yaxşı idmançı, usta, fəhlə və ya istənilən bir legal peşənin sahibi ola bilər. Amma onda pul qazanma fərasəti yoxdursa, o heç vaxt varlı olmayacaq. Pul qazanma fərasəti standart bir ölçü vahidi olan məhfumdur. Bu ölçü vahidi elə pulun özüdür. Kimin pulu nə qədərdirsə, onun fərasəti də o qədərdir. Böyük alimlər, fikir adamları, sənətkarlar kimi dahi insanlar bütün ömürlərini öz işlərinə sərf edirlər. Çox vaxt onların öz qocalıqlarını təmin etmək üçün elə də geniş imkanları olmur. Çünki onlar kimi çox insan gəlir əldə etməyə deyil, gündəlik işləməyə üstün tutur. Onlar işlərindən mənəvi zövq alır. Bugün üçün yaşam tərzləri cəmiyyətin verdiyi dəyər onları qane edir və ya onlar özlərini maddi qazancdan üstün görürlər. Amma lənət olası qarın, insan ölən günə qədər yeməlidir, qidalanmalıdır. Demək ki, pul qazanmaq bacarığı bir fərasətdir və birbaşa olaraq adamın özündən asılıdır. Təhsil və çox işləmək bu işdə ikincili roldadır. Bəs təhsil almaq lazımsızdır. Belə çıxır ki, pul qazanma fərasəti olan elə gedib pulunu qazansın. Oxumaq nəyə lazımdır? Müasir təhsil sistemi 40-50% qədər ixtisas üzrə lazımlı fundamental biliklər verir. Amma bunun yanında təhsil gənc yaşda olan insanların ömrünü əlindən alır. Yəni insanın zamanı və enerjisini oğurlayır. Amma təhsil olmadan da böyük pulların qazanılması mümkün deyildir. Ona görə də bazı təhsil almış işgüzar insanlar daimi olaraq ehtiyac gördükləri mövzularda, kurslarda iştirak etməlidir. Daimi olaraq yeni sahələri kəşf etməli, ona pul qazanmağa mane olan çatışmazlıqlarını aradan qaldırmalıdır. Ən azından mütəxəssislərlə məsləhətləşmələr keçirilməlidir. Fərasət təşkilatçılıqda, atılqanlıqda, istehsalatda, vasitəçilikdə, uzaqgörənlikdə və hiləgərlikdə özünü göstərir. Müasir təhsil sistemi insanlardan bacarıqlı qullar yaradır. Əvvəllər quldarlar qullarını yedirməli, geyindirməli, yatacaqla təmin etməli, bütün zəruri ehtiyaclarını qarşılamalı idi. Pulun icad edilməsi ilə bütün bu ehtiyaclar pul olaraq qarşılandı. Bugün tam əminliklə deyə bilərik ki, bəşəriyyətin böyük hissəsi quldur. Sahibini dəyişməyə imkanı olan, icazəsi olan qullar. Ən fərasətli insanlar öz enerjilərini və vaxtlarını başqalarını istismar etmək üçün sərf edənlərdir. Bir insanın qazanma imkanının həddi var, amma komanda ilə, şirkətlə, holdinglə qazanmanın heç bir limiti yoxdur. Təbii ki, böyük pulların qazanılması çox vaxt qanunsuz əməllər, vəzifə səlahiyyətlərindən sui-istifadə, aldatma, korrupsiya, vergidən yayınma, məcburi dövlət ödənişlərindən yayınma, saxtakarlıq, insanların etibarını qazanma və aldatma, yalan, çoxlu böyük yalanlar, vədlər, rüşvət vermə, atqat vermə, vəzifələrin pulla alınması, siyasətçilərin yetişdirilməsi və ya satın alınması, qadağan olmuş maddələrin satışı, insan alveri, qısnamalar, sıxışdırmalar, kriminal elementlərlə işgüzar əlaqələr kimi bir çox xüsusiyyətlərin insanda birləşməsini də tələb edir. Bu deyilənləri hesab etməyin ki, hansı bir ölkəyə aiddir. Bu beynəlxalq bir vasitədir, beynəlxalq bir xüsusiyyətdir və bütün dövlətlərdə demək olar ki, az və ya çox şəkildə bu xüsusiyyətlər var. Bəzi utopist dostlarım fikirləşə bilər ki, İsveçrədə və ya Yaponiyada və ya hansısa bir ölkədə belə deyil. Olar, amma tam şəkildə bu istisna olması mümkün deyil. Yakuza dünyanın ən böyük mafiya təşkilatlarından biridir və Yaponiya kimi dövləti idarə edir. Xeyr, belə deyildir. Bütün ölkələrin öz mafiyası, öz kriminalı var. Qanunları ideal işləsəydi, kriminal haradan qidalanardı? Pul nədir? Müasir zamanda pul həyatın mənbəyidir. İnsan ana bətnində mayalandığı gündən, qəbrinin üstünə, baş daşı düzələnə, ili verilənə qədər fasiləsiz olaraq pul xərcləyir. Hətta öləndən sonra da. Pul özü də özlüyündə
zaman, enerji və fərasətlə birləşdikdə ən əsas pul qazanma resursunu təşkil edir. Pul xoşbəxtlikdir. İnsanın başına gələn bütün problemlər pulla həll olunur. Təbii ki, force major istisnalar var. Kimsə deyəcək ki, ölümə çarə yoxdur. Onu da deyim ki, təbii ölümü problem kimi, fəlakət kimi görmək düzgün deyil. Ölüm bütün canlıların sonudur. Ölümdən qorxmaq mənasızdır. Ölülərin problemi olmur. Kasıblıqdan, azlıqdan, yoxsulluqdan qorxmaq lazımdır. Problemlərin həll olunan insan isə təbii ki, öz problemini həll edə bilməyən insana nisbətən daha xoşbəxtdir. Pul sağlamlıqdır. Pulu olan ölən günə kimi sağlam yaşayır. Tibb elmi o qədər inkişaf edib ki, insanın kök hüceyrələrini, gözləri, ürəyi, ciyəri, digər orqanları rahatlıqla dəyişilir. Təbii şərtlərdə 50-60 yaşına çatmamış ölməli insanlar həkim nəzarətində 70-80 yaşlarında idmanla məşğul olurlar. Bu təbii ki, pulla mümkündür. Pul gözəl həyatdır. Gəlirləri artdıqca insanın qidalanması, geyimi, yaşayış şəraiti yaxşılaşır, övladlarına və yaxınlarına dəstək olur, istirahətə, səyahətə daha çox vaxt ayıra bilir. Pul sərmayədir. Pulun yaratdığı ən gözəl imkan daha çox pulların qazanması üçün yaratdığı imkandır. Böyük pullar böyük maya ilə qazanılır. Pul müxtəlif resurslara çevrilir. Yəni biz onunla müxtəlif daşınan və ya daşınmayan əmlaklar, hazır bizneslər, qiymətli metal və maddələr, qiymətli kağızlar kimi bir çox pul qazanma instrumenti əldə edə bilərik. Əsas odur ki, əldə etdiyimiz hər bir resursun rentabelliyi olsun, yəni xeyir gətirsin. Əldə etdiyimiz resursun rentabelliyi, yəni gəlir gətirmə faizi nə qədər çoxdursa biz o qədər daha işgüzar adamlıq deməkdir. Pul qazanmaq nədir? Einstein enerjinin saxlanması qanunu var. Bu qanun fizikanın əsas qanunlarından biridir və enerjinin bir formadan digərinə çevrilə biləcəyini, lakin itmədiyini və ya yenidən yaranmadığını ifadə edir. Biz pulu enerji ilə fərasət və zaman birləşdirən bir vahid olaraq qəbul etdik. Buradan belə çıxır ki, biz qazanmaq üçün kimsə itirməlidir. Bunu zorla və ya aldatmaqla etsək, bunun adı kriminaldır. Kriminal olmayan bütün yollar qəbul ediləndir. Bir maşını sizə 40 min manata satılırsa, orada ən çox qazanan satıcıdır və istehsalçı şirkət özüdür. Qalan məbləğ maşının filizini torpaqdan çıxaran şaxtasından tutmuş rəsmini ilk çəkən dizaynerə qədər hamının əmək haqqısıdır. 40 minə maşın alan Azərbaycan vətəndaşı 100 aylıq, yəni bir minimal əmək haqqı alan şəxsin yemədən, içmədən 8 il 4 ay ərzində sərf edəcəyi vaxtı, fərasəti və enerjini və ya 100 nəfərin bir ay ərzində eyni şərtlərdə qazandığı pulu vermiş olur. Nəticə olaraq insan tərəfindən pul qazanmaq, zaman, enerji, fərasət və resurslarımızı birləşdirməklə başqalarının zaman, enerji və fərasətini satın almaqdır. İşin mənəvi tərəfinə toxunaq, pulu artan insan daha alicənab, daha ağıllı, daha müdrik, daha hörmətli bir fərd olacaqmı? Əsla belə olmayacaq. Kasıblığında eşşək olan adam pullanandan sonra da elə pullu eşşək olacaq. Ona görə insanlar imkanları artdıqca kasıblara yol açmalı, insanlarla ünsiyyətdə daha hörmətli davranmalı, gənclərin təhsilinə, xəstələrin müalicəsinə, xalqın problemlərinə can yandırmalıdır. Elə etmək lazımdır ki, insanlar hörmət pərdəsi altında səndən pul qoparmağa çalışmasın. Həqiqətən sənə hörmət etsinlər. Lap Hacı Zeynalabdin Tağıyev kimi. Videonun sonuna qədər izlədinizsə, like etməyinizi xahiş edirəm. Bu mənə imkan verir ki, hazırladığım mühazirənin nə qədər uğurlu olduğunu qiymətləndirə bilim. Təşəkkür edirəm.